Həm Avropa İttifaqının, həm də Çinin orta dəhlizdə marağı artıb. Avropa Komissiyasının prezidenti Ursula von der Leyen orta dəhliz layihəsinin yüklərin Avropaya çatdırılma müddətini 2 dəfə 15 günədək azaltmağa imkan verdiyini deyib. Xatırladaq ki, orta dəhliz Bakıda səfərdə olan Çin Komünist Partiyasının nümayəndə heyətinin və Almaniya prezidenti Frank-Walter Steinmeierin Azərbaycan tərəfi ilə keçirdikləri görüşlərdə də əsas müzakirə mövzularından biri olub. Çindən Avropaya illik 700 milyardın üzərində yük daşımaları həyata keçirir. 700 milyard dollardan yuxarı ticarət dövriyyəsi var və bu daşımaların ancaq hələ ki 5-6% orta dəhlizə cəlb edilə bilibdir. Amma görülən işlər sayəsində qarşıdakı illərdə 15-20%-ə qədərin orta dəhliz üzərindən daşınması imkanları təmin ediləcəkdir. Görülən işlər dedikdə burada əsas etibarilə bilirsiniz, dəhliz olaraq fəaliyyət göstərə bilməsi üçün dəhliz üzərində olan bütün ölkələrin paralel bu işləri görməsi lazımdır. Ötən il orta dəhlizdə yük daşımaların həcmi 4,1 milyon tondan yüksək olub. Zəngəzur dəhlizinin açılması bunun 35 milyon tona çatmasına imkan verə bilər. Buradan da Çin, Avropa İttifaqı ilə yanaşı Cənubi Qafqaz ölkələri, o cümlədən Ermənistan da qazanclı çıxa bilər. Ekspertlərə görə isə İrəvan hələlik nəqliyyat dəhlizlərində iştirakda maraqlı görünmür. Həm Ermənistan, həm Azərbaycan bundan mənfəət əldə edə bilər. Ticarət əlaqələrinin yaranması ilə Ermənistan iri biznes layihələrinə başlayacaq. Üstəlik bu yolun Avropa ilə Orta Asiya arasındakı marşrut üzərində yerləşməsi Ermənistanı tranzit ölkəyə çevirəcək. Lakin bütün bunlar yalnız Azərbaycanla sülh sazişindən sonra mümkündür. Regionda kommunikasiyaların açılması da sülhü dayanıqlı edəcək əsas faktorlardan biridir. Ekspertlərin fikrincə nəqliyyat dəhlizlərini hansı tərəfin nəzarət edəcəyi ilə bağlı fikir ayrılıqları mövcuddur. Elə əsas maneə də həmin fikir ayrılıqlarından yaranır.